Hər vaxtınız xeyir olsun. Sizə ləzzətli bir piroq resepti deyəcəm. Bunu A'dan Z-yə hər kəs hazırlaya bilər. Mürəbbə dənələri ilə. Yəni evdə adətən mürəbbənin dənələri qalır. Bunu bu cür dəyərləndirə bilərsiniz. Yumurtanın ağı və sarısını şəkər tozu ilə bir yerdə mikserdən ağarına qədər çırpıram. Üzərindən qatıq əlavə edirəm. Vanilin əlavə edirəm. Yenidən qarışdırıram. Qeyd edim ki, ərzaqlar videonun alt bölümündə qeyd olunacaq. Ardıca ərinmiş kərə yağı əlavə edirəm. Duru yağdan da əvəz edə bilərsiniz. Unu ələkdən keçirdirəm. Bir ədəd də qabartma tozu əlavə edib, yenidən qarışdırıram və süd də əlavə edib xəmiri bu gördüyünüz şəkildə hazırlayıram. Nə çox xəmir sərt olmamalıdır, nə də çox axımtılı olmamalıdır. Bu şəkildə olmalıdır. Daha sonra soba listinə düzürəm. Xəmirimi daha sonra diametri 32 sm olan soba listinə xəmirə əlavə edib üzərindən qabığı soyulmuş alma və heyva mürəbbəsinin dənələrini əlavə edib alt-üst rejimdə 180 dərəcədə ta ki üzəri bu şəkildə qızarana qədər bişirirəm. Ətri, dadı, tamı, yəni 10 onluq bir piroqdur. Hazırlayın. Həm tez bazar hazırlanır, həm də hər kəsin hazırlaya biləcəyi. Yəni bəylər belə bunu çox rahatlıqla hazırlaya bilər. Yumşaqlığını da görürsüz. Hazırlayın. Siz də nuşucanlıqla yeyin. Sağ olun, salamatla qalın.